Xarici İşlər Nazirliyi Milli Məclisin deputatı Azər Badamovun Rusiya Federasiyası ərazisinə buraxılmamasına münasibət bildirib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin sözlərinə görə hadisə mayın 4-ü baş verib. Milli Məclisin üzvü Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru, hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak məqsədi ilə təşkil olunub. Nümayəndə heyəti Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O, bir müddət Moskva hava limanında gözlədikdən sonra ölkəmizə geri qaytarılıb. Məsələ ilə əlaqədar dərhal Rusiyadakı səfirliyimiz vasitəsilə Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlanılıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi məsələnin araşdırılacağını bildirərək bu qərarın səbəbləri barədə izahat verməyib. Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir. Məsələ ilə əlaqədar Rusiya tərəfindən tutarlı izahat veriləcəyini gözləyirik deyə Xarici İşlər Nazirliyinin rəsmisi qeyd edib.